Bir gün bir dənə kişi olur. Hər gecə yuxusunda görür ki, Kamaz sürür, özü də Rumuniyaya gedir, gəlir. Ayılır yuxudan görür, yol yorğunluğu bunu öldürür də. Yatır ki, dincəlsin, əksinə da yorulur. Dostuna deyir ki, bəs başıma belə bir şey gəlib. Hər gecə mən Rumuniyaya gedib gəlib yol yorğunluğundan ölürəm. Deyəndə dostu deyir ki, mən sənə bir adres verəcəm. Gedərsən onun yanına, rahibdir, sənə kömək edəcək. Nəysə gedir, həmən adresə rahibə dərdən danışır. Rahib deyir, get yat, gecə gəlib mən sənə yuxumda kömək edəcəm sənə. Nəysə kişi yatdı, görür, həqiqətən rahib gəldi, açarlarımdan aldı, Kamazı sürdü, çıxdı, getdi. Ayılır da bir də o yuxunu görmür. Üstündən bir müddət keçəndən sonra təsadüfən başqa dostu ilə rastlaşır. Dostu da ona şikayət edir ki, bəs hər gecə qızlarla bir yerdəyəm, bezmişəm, əvvəl maraqlı idim də daha ölürəm. Trəndə gülür, deyirəm, mən sənə dərdi bilirəm. Sənə bir adres verəcəm, gedərsən ora, rahibdir, sənə kömək eləyəcək. Üstündən bir neçə müddət keçəndən sonra təsadüfən görüşürlər. Gülə-gülə soruşur, nə oldu? Qızlardan qırıldı. Yəni də deyir, rahibin də Allah bəlasını versin sən də. Deyir, niyə, nə oldu? Kömək eləmədisən. Deyir, gəldi yuxuma gecə. Qızları götürdü, Kamazı verdi mənə. Əvvəl yenə qızlarla bir yerdəydim, maraqlı idi. İndi hər gecə Rumuniya, Kamaz suyur gəl, yollarda qalmışam. Bundan da betər yoruluram.